Avtobusdan gələndə öldüm də istəyən. Kondisioneri qoşmurlar ki, üstlərinə. Yəni də gəldim. Salam. Mənə 500 manat kömək edə bilərsiniz. Əziyyət Get də, işin gücün yoxdur sənin. İki kişisən, nə olub? 500 manat. Get başqasına. Hazır da görünəcək belədir maşallah. Allah sağ olsun. Qardaş, bu səs hardan gəldi belə? Məsciddə İmam Hüseyn məclisidir. Ata, bu nə məclisidir, gətirmirsən məni? Oğlum, bura gətirdiyim məclis İmam Hüseyn məclisidir. O İmam Hüseyn ki, Kərbəlarda şəhid olmuşdur. Allahümmə salli alə Muhammed və ali Muhammed. Məclis başlayır, keçən içəridə yavaş-yavaş. Ay qaqaş, hara getsən? Bura sənin məclisin deyil, sənin məclisin başqa yerdə. Məscidə gəlmişəm. Yox, nə olsun, sən niyə bilirəm də məsciddə onun üçün deyirəm elə. Get başqa yerə. Qaqaş, ona dəymə, o İmam Hüseyin qonağıdır, bıraq keçsin içəri. Görmürsən halını? Zərər yoxdur, Allah Teala görür. Keçsin. Geç bala, geç. Allah casındadır o. Sən mənim uşaqlığımdakı hissəsin. Mən dəyişirdim. Amma sən yenə də həminsin. Ey məhəbbətin tərənnümü, ey məvəddətin təkamülü, neynirəm bir özgə eşki ki, eşkinəm papa.